Bəli, yeni buraxılışımızda sizi xoş gördük əziz izləyicilər. Bugünkü buraxılışımızın adını nə qoymuşam? Allah xoşbəxt eləsin. Niyə? Dostlar, Infos xəbər saytından oxuduğum xəbərə baxın bir dənə. Paşinyanın arvadı bu məşhur türklə sevgilidir. Xəbərin başlığı sual kimi qoyulub və sualın kimə ünvanlandığı hələ ki bəlli deyil. Hələ bunun açıqlamasına baxın bir dənə. İddialara görə Anna Akopyan və Can Yaman son aylarda Avropada bir neçə dəfə gizlin görüşüblər. Fikirləşin də bir dənə. Anna Akopyan, Can Yaman. Həqiqətən bu iddianın kökü hardan gəlir? Mənim özümə də maraqlıdır. Nəysə, bu açıqlama elə də cəlb eləmir. Görək bəs bizim xalqımızın bu barədə fikirləri nədir? Deməli, rəylərdə qardaşlardan biri yazıb ki, cəmaatın arvadının adına söz çıxarmayın. Ay, deyən ki, Can, çox sağ ol. Allah razı olsun. Trendin reklam, hə, güzel. Qaqaşımızın biri də yazıb ki, yenə də qoyan tərəf bizi. Ola deyən, hələ bir xanım dostumuzun da yazdığına baxın. Salam, 100 il qala Yaman Yılmaz, Yaman Yılmaz. Annaya baxmaz, o yaraşıqlı oğlandır. Deməli, məsələyə biraz ciddi tərəfdən yanarsaq, nə Türkiyə Cümhuriyyəti tərəfdən, nə də ki Ermənistan hökuməti tərəfdən bu məsələyə hələ ki bir rəy gəlməyib. Və bu xəbər hardan qaynaqlanır? Bu barədə konkret bir məlumat yoxdur. Yəni ki, əziz millətim, bizə qalan elə mırtdaşmaqdır. Yəni ki, yazın mırtdaşın.